Çox uzun aradan sonra hər birinizə salam. Kanalıma xoş gəlmisiniz. Tem bağlaması açırıq. İlk öncə özüm üçün belə bir sırğa dəsti seti götürdüm. Yay paltarları ilə uyğun olacağını düşündüm. Yuxarıdakı ilk sırğadan daha əvvəl də almışdım və çox bəyənmişdim. Bir tay itdi və bu seti görən kimi aldım və çox bəyəndim. Məncə çox qəşəngdirlər. Daha sonra balaca masa üstünə qoyula biləcək belə bir tripod aldım. Daha rahat olacağını düşündüm. İndiyə kimi Temudan aldığım 4-cü tripod olmağına baxmayaraq 90% videolarımı Trendyoldan aldığım bu videoda da istifadə etdiyim tripodla çəkirəm. Kiçik olmağı işi asanlaşdırsa da istədiyim görüntünü ala bilmədim. Ona görə də çox istifadə edə bilmədim açığı. Sadəcə 1-2 video çəkdim, amma çox da bəyənmədim. Baş hissəsi isə burada gördüyünüz kimi dönür. Daha sonra atam yatanda istifadə etmək üçün belə bir şey istədi. Onu aldım. Material çox yumşaq və rahatdır. Ölçüsü də tənzimlənə biləndir. Ona görə hər ölçüdə insan ala bilər. Bu arada bu videonu apreldə çəkmişəm. Apreldə çəkdiyim videolarda çalışacağım ki, paylaşıb çatdıra bilim. Sonrakı məhsulum Maybelline Superlock qaş yapışdırıcısının saxtasıdır. Açığı sifariş edəndə diqqətlə baxmamışam. Mən orijinal olduğunu fikirləşdim. Çünki Temuda son zamanlar bəzi markaların məhsulları satılır bilirsiniz ki, amma orijinal deyilmiş. Amma mən demək olar ki, qaş yapışdırıcısı istifadə eləmirəm, yəni sevmirəm o görüntünü. Daha sonra belə bir qəhvəyi rəngli qol saatı götürdüm. Qiyməti də çox ucuz idi deyə yəni keyfiyyətsiz bir şey gözləyirdim, amma açığı heç də elə olmadı. Çox bəyəndim. Görüntüsü, qolda duruşu, rəngi çox gözəldir məncə. Temudan daha əvvəl də qol saatları almışam və hələ də istifadə edirəm və köhnəlməyiblər. Həm çox sərfəli olurlar, həm də keyfiyyətli olurlar. Temu saatlarını ümumiyyətlə çox bəyənirəm. Qolumda duruşunu da görürsünüz, bu şəkildədir. Belə bir yay pijaması götürdüm. Görünüşünü çox bəyənmişdim. Şəkildə necə idisə elə də çıxdı. Ona görə də eynisindən yenə də sifariş verdim. Alt hissəsi çox qısadır, amma mən bunu evdə geyinmirəm. Sadəcə duşdan sonra lazer edərkən yaxud da bədənimi kremləyərkən və s. istifadə edirəm. Yəni bir sözlə hamam xaləti olaraq istifadə edirəm. Axırıncı məhsul mənim deyil, dayım qızı istəmişdi. Belə bir şalvardır, M ölçüsüdür. Öz ölçüsü S-dir, amma biraz bol dursun deyə M götürdü. Ayağı büzməlidir, amma düz də istifadə etmək olur. Mənim tərzim deyil açığı, amma indiki gənclər belə şalvarları çox xoşlayırlar. Çox video çəkmişəm, bəziləri apreldə çəkilib, amma çalışacağam hamısını paylaşım. Çünki çox bəyəndiyim məhsullar var, həm Temudan, həm də Trendyoldan kosmetik vasitələr və yaxud baxım vasitələri kimi və s. Hələlik kanalıma dəstək olub videomu bəyənməyi unutmayın zəhmət olmasa.